Hər vaxtınız xeyir olsun. İndi isə bugün keçirilmiş buraxılış imtahanında mətnlərin doğru cavablarına baxacağıq. Yəqin ki, hər kəs mətnlərlə tanış olub. Demək, ilk sual, mətnə əsasən hansı sualları cavablandırmaq olmaz? Kənd sakinləri yeni ada haqqında necə xəbər tuturlar? Kənd sakinlərinin yeni ada haqqında bir gəlmə vasitəsilə xəbər tuturlar. Deməli, birinci sualımızın cavabı var. Ona görə bir olan variantlar bizə artıq lazım deyil. El atasını qanat düzəldən ustanı adaya göndərməyə nə vadədir? O narahat olurdu. Narahat olduğuna görə də adamı yollayır ora. Ona görə bu sualın da cavabı var. 2 olan cavablar da bizə lazım deyil. Kənd sakinləri nə üçün çətin güzaran keçirirlər? Bu sualın cavabı yoxdur testdə. İnsanların yenidən öz kəndlərinə qayıda bilməməsinin səbəbi nə idi? Onların həddindən çox kök olmaları. Baxın, burada onları heç bir qanad yerdən qaldıra, uçura bilməz. Bu sualın da cavabı oldu. Sonra cavabları var bunların. Nə üçün yeni adada torpaq özü adamların əvəzinə işləyirdi? Belə bir sualın da cavabı yoxdur. 3, 5 bizim doğru cavabımız olacaq B variantı. Mətndə nöqtələrin yerinə hansı ifadələr yazılsa, məzmuna xələl gəlməz. Baxaq. Demək, həmin hissə Demək, 38-ci sual. Mətndə nöqtələrin yerinə hansı ifadələr yazılsa, məzmuna xələl gəlməz. Deməli, bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də yaddan çıxarıblar, xələl gəlmir, yaddaşlarına yazıblar, yanlışdır, unudublar, doğrudur, nəzərə alıblar, yanlışdır. 1, 3 doğru cavabımız olacaq D variantı. Əvvəlinə işarə qoyulmuş ifadələrin şərhinə əsasən uyğunluğu müəyyən edin. Əvvəlinə işarə qoyulmuş çörəkləri daşdan çıxarmaq, yəni çətin qazanc əldə eləmək və əlləri işdən soyuyur. Çörəkləri daşdan çıxmağa baxaq, işləməyə həvəsi marağı azalmaq, zəhmətə qiymət verilməmək, dolanışığını güzaranı pisləşdirmək, çox çətinliklə, əzab əziyyətlə pul qazanmaq. Deməli, çörəyi daşdan çıxmaq, bu əzab əziyyətlə pul qazanmaq deməkdir. Yəni, 3 bucağın qarşısına 4, bir işə mane olmağa çalışmaq, əlləri işdən soyuyur, danışığın güzaranı pisləşir, xeyr. Əlləri işdən soymaq, işləməyə həvəsi marağı azalmaq, bəli, zəhmətə qiymət verilməmək, xeyr. Bir də olacaq 4-ə. Deməli, 4 bucaq işarəsinə də olacaq 1. 3 bucağa oldu 4, 4 bucağa isə oldu 1. Cavabımız olacaq A variantı. Növbəti, hansı aforizmlərlə mətndəki əsas fikri əsaslandırmaq mümkündür? İnsanı vaxtından əvvəl qocaldan bir şey varsa, o da tənbəllikdir, bəli. Hər böyük iş yalnız başlanğıcda çətindir, xeyr. İşləməyən dəmiri öz pası məhv edər, bəli. Bu doğrudur. Bu ikisi nə üçün doğru oldu? İnsan vaxtından əvvəl qocalır, bunu biz artıq görürük ki, deməli, el atasının yolladığı insan gedib görür ki, insanlar işləmədiklərinə görə həddindən çox kökəlmiş və yaşlarından da qoca görünürlər. Ona görə 1 doğru cavabdır. İşləməyən dəmiri öz pası məhv edər də doğrudur. Dəyərli məsləhət qızıl qiymətindədir, xeyr. Vicdan məhkəməsi ən ali məhkəmədir, xeyr. 1 ilə 3 doğru cavabımız olacaq B variantı. 41. Cədvələ əsasən uyğunsuzluqları müəyyən edin. Səbəb, kənd sakinlərinin işə olan marağının itməsi. Nəticə, el atası ustaya qanat sifariş edir. Deməli, bu doğrudur. Yeni adadakı xoşbəxt həyat ustanı cəlb edir. Xeyr, belə bir şey ümumiyyətlə yoxdur. Heç nəticəyə baxmağa ehtiyac yoxdur. Zəhmətsiz həyat insanları tanınmaz hala salır. Bəli, belə bir şey var. Bunu biz deməli, ustanın dili ilə eşidirik. Adaya gedən usta təəccüblənir, bəli, həqiqətən də təəccüblənir. Oradakıları görüb təəccüblənir. İnsanlar get-gedə işləməyə maraqlarını itirirlər, bəli.
El atası onları kənddə saxlamaq üçün çıxışır. Xeyr, belə bir şey yoxdur. Qanat düzəldib onları həmin adaya getməyinə şərait yaradır. Gəlmə yeni ada haqqında məlumat verir. Bütün sakinlər, xeyr, bütün sakinlər deyil, əksəriyyət kənddə qalır. Bu da səhvdir. Cavabımız olacaq 2, 4 və 5. 2, 4, 5, B variantı doğru cavab olacaq. 42. Mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Kənd sakinləri xəstəliyin nə olduğunu bilmirdilər. Bəli, bu bizim giriş hissəmizdə var. Vaxtilə kəndə adam çox. Bir məsələ var ki, ağır zəhmət adamları polad kimi möhkəm, çevik edilmiş. Bu yerin sakinləri azar bezar bilmirlərmiş. Deməli, bir doğrudur. El atası kəndin ancaq ya xeyr, bütün sakinlərə bu təklif olunur və əksəriyyəti isə qalır. Bax, bu da ana. Çoxu alışdığı torpaqdan ayrılıb getmək istəmir. Adanın yeni sakinləri aktiv həyat tərzi keçirirlər. Xeyr, pasiv həyat tərzi keçirirlər. Buna görə də köçəlirlər. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir. Bəli, təlaş keçirir. Baxın, el dərdindən el atası narahat olur. Sonra əksər insanlar öz ölkəsini tərk etmirlər. Bəli, bu doğrudur. Çoxu qalır. Bu fikir burada var. Deməli, bizdən təsdiq etmək mümkündür istəyir. 1, 4 və 5 doğru cavabımız olacaq. 1, 4, 5 C variantı. 43. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Rahat şəraitdə yaşayan kənd sakinləri, xeyr, onlar rahat şəraitdə yaşamırlar. Ümumiyyətlə, yanlışdır bu. Yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinlərində ora getmək istəyi yaradır. Doğrudur, yanlışdır. Yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq çoxlu qanat düzəltdirir. Bəli, bu yanlış fikirdir. Çünki ondan heç kəs xahiş eləməmişdir. Sadəcə o görür ki, insanlarda ruh düşkünlüyü yaranıb, buna görə bu addım atır. Adaya gedən və insanların yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməkdə aciz qalır. Bəli, bu doğru fikirdir. 3 və 2. 2, 3 C variantı doğru cavabımız olacaq. Mətnin əsas hissəsinə uyğun plan ardıcıllığını müəyyən edin. Bax, burada əsas hissədən söhbət gedir. Adamların mətnləşdirən çətin əmək bu giriş hissədir. Ona görə E variantı və D variantı cavab kimi verilə bilməz. El atasının təlaşı, bəli, əsas hissədə var. İnsanları yeni adaya aparan vasitə qanadlar idi, əsas hissədə var. Şirinlikləndirici xəbər, bu da əsas hissədə var. Sonrakı peşmançılıq, bu artıq nəticə hissədir. El atasının növbəti tapşırığı, bu da əsas hissədə var. Ona görə 1-5 olan variantları rahat şəkildə çıxırıq. Deməli, 2 variantı artıq bizim doğru cavabımız ola. Artıq 1 variant, C variant bizim doğru cavabımız olacaq. Deməli, birinci, şirinləşdirici xəbər alırlar insanlar hər hansı bir gəlmədən. Ondan sonra insanları yeni adaya aparan vasitə qanad olur. Bundan sonra el atasının təlaşı olur, yəni insanlar haqqında artıq düşünür və el atasının növbəti tapşırığı da olur ki, gedib onlara nəzər yetirilsin. 4, 3, 2, 6 doğru cavabımız olacaq C variantı. El atası başçılıq etdiyi elin qayğısına qalır deyiminin mətndə təsdiq və təksib olunduğunu müəyyən edin və seçimimizi əsaslandırın. Əslində el atası buradakı insanların qayğısına qalırdı. Ona görə biz bunu təsdiq edirik, yazmalıyıq. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli doldurun, artıq bizdə bu cədvəl yoxdur. Və bunu biz təsdiq edirik, yazmalıyıq. Yəni, qayğısına qalırdı, onların ruh düşkünlüyünü görür və qanadlar düzəltdirib onları həmin adaya yollamaq qərarına gəlir. Və gedənlərin belə qayğısına qalır, onlardan xəbərin gəlməməyi el atasını narahat edir və onların arxasıca bir insan da yollayır. Bu da onun insanlar haqqında narahatlığını və onların qayğısına qalmağını bizə göstərir. Təsdiq edir fikrin seçilməlidir. Daha sonra, növbəti mətnimiz Azərbaycanda mozaika sənəti 47-56 sayılı tapşırıqlar. Baxaq, deməli, ilk sualımız bizim altından xətt çəkilmiş sözün kontekstə uyğun mənada işləndiyi cümləni müəyyən edin. Altından xətt çəkilmiş cümlə kəsilmiş sözüdür. Baxın, bu kəsilmək mürəkkəb həndəsi formalarda kəsilmiş şüşə. Şüşə kəsilir, yəni müəyyən hissələrə ayrılır.
Bu sözün mənası hissələrə ayırmaqdırsa, biz də bizə verilən cümlələrdə hissələrə ayırmaq mənasını tapmalıyıq. Fələyin zülmü kəsilmək bilmirdi. Burada o mənada deyil, ardı-arası kəsilməməkdir. Lətif mağazaya çatana qədər yağış kəsildi, olmaz. İllərlə ermənilər torpağımıza qənim kəsilir, frazeoloji birləşmədir, olmaz. Donun tikilməsi üçün parça kəsildi, yəni hissələrə ayrıldı. Bəli, bu bizim doğru cavabımız olacaq. Hər yandan gələn gülüş səsləri birdən kəsildi, olmaz. D variantı doğru cavabımız olacaq. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Baxaq. Şumer dövləti ilə bağlıdır, əlaqəlidir mənasındadır. Bu məcazi mənadadır. 1. Daha sonra mozaika yaradılıb, xeyr, bu həqiqi mənadadır. Sonra bəzədilmişdir. Mozaikalarla bəzədilmək bu həqiqi mənadadır. 4. Ab havasını vermək isə məcazi mənadadır. Deməli, cavabımız 1 və 4 oldu. 1, 4, C variantı doğru cavabımız olacaq. Mətnə əsasən hansı sual cavablandırıla bilməz? Şumer dövlətində hazırlanan mozaikalarda nə üçün balıq qulağından istifadə edilirdi? Bu sualın cavabı yoxdur. Burada yazılır balıq qulağından istifadə olunurdu. Amma nə üçün istifadə olunduğu yazılmır. A variantı doğru cavabımız olacaq. Mozaika hansı materiallardan hazırlanırdı? Müxtəlif materiallardan. Baxın, burada şüşə var, daş hissələri var, balıq qulağı ilə bəzədilmək var. Yəni, müxtəlif materiallardan hazırlanmağa cavab kimi götürə bilərik. Hazırki dövrdə mozaika sənətindən istifadə edilmir. Bəli, hazırki dövrdə də istifadə edilməkdədir. Şəki Xan Sarayında mozaikaların hazırlanmasında nədən istifadə olunurdu? Bunun da cavabı var. Biz burada baxacağıq. Deməli, Şəki Xan Sarayında binanın fasadında ağac parçalar əsasında, görürsünüz, ağac parçalar, rəngli şüşələr geydirilərək mozaik sənət əsəri yaradılmışdır. Daha sonra mozaikanın tarixi hansı dövlətlə bağlıdır? Şumer dövləti ilə bağlıdır. Burada yazılıb Şumer dövləti ilə bağlıdır. A variantı doğru cavabımız olacaq. Hansı ifadə nöqtələrin yerinə əlavə edilsə, mətn məzmununa xələl gəlməz. Nöqtələr buradadır. Bu gün də təmir bərpa işləri görülsə belə, rəngli şüşələrin orijinallığı davam etdirilir. Yanlışdır, nəzərə alınır. Yanlışdır, istifadə olunur. Olmaz, əməl edilir. Olmaz, qorunub saxlanılır. Mümkündür. D doğru cavabımız olacaq. 51-ci suala gəldik. Dördbucaq işarəsi qoyulmuş hissəyə hansı cümləni artıraraq mətni genişləndirmək olar? Deməli, Bakıda ilk dəfə Nizami metro stansiyasında mozaikadan geniş istifadə olunmuşdur. Rəngarəng mozaikalar metroya xüsusi gözəllik verir. Baxaq, bu mozaikalar xalq rəssamı Abdullayev tərəfindən yaradılmışdır. Doğrudur. Azərbaycanda ilk dəfə mozaika burada yaradılıb. Xeyr. Nizami metro stansiyasında 3-4 mərtəbə uyğun gəlmir. Mərtəbəli tikintilərə uyğun gəlmir. 20-ci əsrdə Azərbaycanda memarlığında, Azərbaycan memarlığında yeni mərhələ başlayır. Olmaz. Nizaminin çünki sonra gələn hissi ilə uyğunluq təşkil etməlidir. Nizaminin xəmsəsində epizodlar ilk dəfə fırça yanır. Xeyr, bu artıq bu hissədə Nizamidən danışılıb. Cavabımız olacaq burada A variantı. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Sadə və mürəkkəb həndəsi fiqurlar orta əsrlərdə yaranmışdır. Axı burada deyir, deməli, qədim Şumerlərdə olur bu. Buna görə də və burada da hələ var, müxtəlif rəngarəng sadə və mürəkkəb həndəsi formalarda kəsilmiş şüşə daş hissələrdən hazırlanmış dekorativ sənət mozaika adlanır. Yəni, bu qədim dövrlərə bağlı bir şeydir. Orta dövrdə olduğunu biz deyə bilmərik. Ona görə 1 yanlışdır. Rəngli şüşələrdən və ağac parçalarından istifadə edilərək mozaikalar yaradılmışdır. Doğrudur. Nizami metro stansiyasındakı mozaikalar hazırlanarkən Gəncəvinin xəmsəsinə müraciət edilmişdir. Doğrudur. Müxtəlif materiallardan hazırlanan günəş, torpaq, su, bitki və s. təsvirlər bərpa olunmuşdur. Bərpa olunmayıb bu. Daha sonra bu söhbət Ağdamdan gedir. Baxın, Ağdamdan burada yazılıb. Çörək muzeyinin divarında da rəngli sümbüllərdən mozaika hazırlanmışdır. Günəş, torpaq, su, bitki, insan təsvirləri əks olunmuşdur. Görürsünüz, burada yanlışlıq var. Ölkəmizin və müxtəlif materiallardan da hazırlanmayıb. Ölkəmizin müxtəlif bölgələrində mozaikalardan istifadə olunmuşdur. Bəli, bayaqdan Bakıdan danışdıq biz. Daha sonra Ağdamdan danışdıq. Bu da doğrudur. Ona görə 2, 3 və 5 doğru cavabımız olacaq. 2, 3, 5 D variantı. 53. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Mətndə məlumat var. Mozaikalardan istifadə olunan materiallar eyni olmaya bilər. Bəli, məlumat var. Mozaika nəm suvaq üzərində düzülə bilər. Bəli, var bu da.
Zaviyyə məscidinin bütün divarları xeyr, bütün divar deyil. Bu pəncərə və qapı olmalıdır. 3 götürülə bilməz. Məlumat yoxdur. Azərbaycanda müxtəlif metro, xeyr, bir metro stansiyadan söhbət gedir. Nizami metro stansiyasından. Ona görə bu məlumat yoxdur. Milli qəhrəman Polad Həşimovun mozaikası sərgidə nümayiş olunub. Bəli, bu məlumat artıq var. Ağdam Çörək Muzeyinin mozaikası bərpa olunmuşdur. Xeyr, məlumat yoxdur bu haqda bərpa olunması haqqında. Deməli, 1, 2, 4 və 6 doğru cavabımız olacaq C variantı. Daha sonra, mətnə əsasən cədvəldəki uyğunsuzluğu müəyyən edin. Nizami metro stansiyasında mozaikalardan istifadə olunub. Nəticədə Bakı metrosu dünyanın ecazkar tərtibatlı metrolarından biri hesab olunur. Bu doğrudur. Zəviyyə məscidi mozaikalarla bəzədilib, nəticədə Naxçıvanda mozaika yaradılıb. Xeyr, belə bir şey götürə bilmərik. Zəfər sərgisində milli qəhrəmanın şərəfinə hazırlanan mozaika nümayiş olundu. Nəticədə mozaika generalın ailəsinə bağışlandı. Xeyr, bu nəticə kimi götürülə bilməz. Ağdam şəhəri işğal altında olub, Ağdam Çörək Muzeyinin mozaika hissəsinə ciddi ziyan dəyib. Bunun nəticəsidir. Bizdən uyğunsuzluğu istəyir. 2 və 3 uyğunsuz olacaq. B variantı doğru cavabımızdır. Mətnə əsasən Eyler-Venn diaqramı, bunu artıq biz bilmirik. Ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır. Aforizm ilə mətnin hansı abzasındakı fikri qüvvətləndirmək olar? Bu Nizami ilə bağlı olan fikirdir. Yəni Bakıda işləvən Nizami metrosu. Bu da olur 1, 2, 3, 4, 5-ci abzas. 5-ci abzas.